Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakının Səbail rayonu Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenidən sürüşüb. Xəbər verilir ki, burada yolda əvvəllər 2 dəfə sürüşmə baş verib. Sakinlər deyirlər ki, ərazidə yaşayış zonasında olması təhlükəni artırır. Avtomobillə ərazidə mütəmadi keçən şəxslər bildirirlər ki, əvvəlki illərdəki böyük sürüşmə zamanı yol bağlanmışdı. Yenidən belə hadisənin baş verməməsi üçün işlər görülməlidir. Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə müraciət etdik, lakin zənglərə cavab verilmədi. Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, quruma sürüşmə ilə bağlı heç bir müraciət daxil olmadı. Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində bir nəfər batıb. Xəbər verilir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb, bildirilib ki, məlumatla əlaqədar Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc axtarış qrupu axtarışlara cəlb olunub.